Belə bir dalğa optikası ilə bağlı belə bir sual. Bu da qəbulda istifadə olunan suallardan biridir. Hansı ifadələr doğrudur? Havadan suya keçən işıq şüasının yayılma istiqaməti dəyişmir, sürəti azalır, sürəti artır, dalğa uzunluğu artır. Biz buradan görürük ki, deməli havadan düşən işıq şüası perpendikulyar istiqamətdə suya düşür və perpendikulyar istiqamətdə düşən işıq şüası heç vaxt istiqamətini dəyişmir. Yəni gəldiyi kimi də geri qayıdır. Ona görə də istiqamət dəyişmir. Deməli burada bir cavabı doğru olur. İstiqamətini dəyişmir. Və ikinci də havadan deməli suya keçəndə, deməli mühitə keçdikcə deməli sürəti artıq azalacaq. Deməli sürəti azaldığına görə deməli 1-də 2 olacaq. Bir də sürəti azalır. Çünki sındırma əmsalı böyük olanda sürət sındırma əmsalına tərs mütənasib asılıdır. V bərabər C bölünsün N-dir. Burada da suyun sındırma əmsalı havanın sındırma əmsalından böyükdür. Ona görə sındırma əmsalı artdığına görə sürəti nə edəcək? Azalacaq. Deməli sındırma əmsalı artır, sürət azalır. Və sürət azalır 2, yayılma istiqaməti dəyişmir, 1 cavab olur 1, 2.